Salam hər kəsə. Bugünkü fizika dərsimizin mövzusu molekulyar kinetik nəzəriyyə olan bölmədən ətraflı yazılı cavab tələb olunan tapşırıqlardan 26 nömrəli tapşırığın izahından ibarət olacaq. Tapşırıq nədən ibarətdir? Deməli, birləşmiş qapalı qab verilib bizə. Baxın, birləşmiş qapalı qabın burada qab, K kranı burada bağlıdır. Deməli, qabın sol qolu, gəlin buraya yazaq sol. Sol qolu civə ilə doludur. Baxın, sol qolda civə var. Sağ qolunda isə yalnız hava vardır. Bu tərəfə də yazaq sağ qol. Sağ qolunda isə yalnız hava, yəni qaz vardır. K kranı açıldıqdan sonra, deməli, əvvəlcə kran bağlıdır. K kranı açıldıqdan sonra sağ qoldakı civənin hündürlüyü soldakindən 3 dəfə az olur və sağ qoldakı havanın təzyiqini necə dəyişdiyini müəyyən etməliyik. Birləşdirici borunun həcmi nəzərə alınmır və hər iki borunun hündürlüyü eynidir. Hər iki borunun hündürlüyü eyni olması o deməkdir ki, uşaqlar. Yəni, sol qoldakı civə sütunun hündürlüyünə böyük H desək, elə sağ qoldakı civə sütunun qazın hündürlüyü də nə deyilir? H-dır. Temperatur da burada sabitdir və biz kran açıldıqdan sonra təzyiqin necə dəyişdiyini müəyyənləşdirməliyik. Temperatur sabit qaldığına görə təzyiqin necə dəyişdiyini müəyyənləşdirmək üçün istifadə edəcək Boyle-Mariotte qanunu. Yəni, V1, P1, V1, buraya yazaq V1 qazın kran açılmazdan əvvəl sağ tərəfdəki qazın həcmidir. Burada yazırıq P2 vurulsun, V2 vurulsun qaz. Yəni, kran açılandan sonra qazın həcmi. Təzyiqləri müqayisə etmək üçün biz əvvəlcə qazın həcmlərini müəyyənləşdirməliyik. Yəni, bir V1-i, bir də V2-ni müəyyənləşdirib, sonra təzyiqi müqayisə etməliyik. Gəlin, baxaq indi birinci hal. Birinci halda nə qeyd edək? Kran bağlı olan halda sağ tərəfdəki qazın həcmi, yəni gəlin yazaq V qaz 1 bərabərdir. S vurulsun, qazın en kəsiyinin sahəsi vurulsun nədir? Hündürlük H. Buna yazırıq H. Kran bağlı olan halda da yenə sol tərəfdəki civənin həcmi, baxın civənin həcmi, civə sütununun hündürlüyü o da H-dır. Yəni qeyd edək ki, kran bağlı olan halda hər iki tərəfdə hündürlüklər də eynidir. Burada yenə yazırıq S vurulsun H. Sonra ikinci halda kran açıldıqdan sonra isə burada şərt verib bizə. Deyir ki, kran açıldıqdan sonra sağ qoldakı civənin hündürlüyü soldakindən 3 dəfə az olur. Kran açılandan sonra sol tərəfdəki civənin müəyyən hissəsi hara doğru daxil olur? Yəni, sağ tərəfə doğru axın edəcək. Ona görə də deyir ki, sağ tərəfdəki civə sütununun hündürlüyü soldakindən 3 dəfə azdır. Bu isə sol tərəfdəki hündürlüyə də gəlin, kran açılandan sonraki hündürlüyə H deyək. Və kran açılandan sonra isə qazın hündürlüyünün sağ tərəfdəki qaz sütununun hündürlüyünü də H' yazaq. İndi baxın, ikinci hal. İkinci halda kran açıldıqdan sonra sağ tərəfdəki qazın həcmi, qabın yenə en kəsiyinin sahəsi dəyişmir. S vurulsun, kran açıldıqdan sonra qaz sütununun hündürlüyü. Bəs kran açılandan sonra civənin həcmi. Qeyd edək ki, mayelər həcmini saxlayır və kran açıldıqdan sonra civənin həcmi, baxın, sağ və sol tərəfdəki civə həcmlərinin cəmidir. Sağ tərəfdəki məsələn həcmi yazacaqsınız. S vurulsun, baxın, bura yenə en kəsiyinin sahəsi S, hündürlüyü də nə dedik? H. S vurulsun H, üstəgəl, yəni sol tərəfdə. Üstəgəl sağ tərəfdəkinə də nədir? Yenə en kəsiyinin sahələri eynidir. Bura S yazırıq. H-a da yazırıq H bölünsün 3. Və buradan alırıq ki, civənin həcmi 3-də 4 toplasaq, 3-də 4 S vurulsun H-dır. Bizə isə lazımdır ki, nəyi tapmaq? Kran açılandan sonra qazın həcmini tapmalıyıq. Həmin həcmi tapmaq üçün kran açılandan sonra qaz sütununun hündürlüyünü tapmalıyıq. Kran açılandan sonra qaz sütununun hündürlüyünü tapmaq üçün əvvəlki hündürlükdən, baxın, bu hissədə H' tapmaq üçün əvvəlki qazın hündürlüyündən, baxın, buradakı H bölünsün 3 hündürlüyünü çıxmalıyam. Əvvəlki qazın hündürlüyü də elə civə sütununun hündürlüyünə bərabərdir. Bu isə o deməkdir ki, əvvəlki civə sütununun hündürlüyündən H bölünsün 3 hündürlüyünü nə etməliyik? Çıxmalıyıq. Və buradan da mən nəyi tapmalıyam? H hündürlüyünü tapmalıyım. Bunun üçün isə gəlirik, nəyə baxırıq? Baxın, burada nə verilir bizə? Deməli, dedik ki, maye həcmini saxlayır. Deməli, əvvəlki həcmdən sonraki maye həcmini bərabərləşdirməklə, baxın, bu kiçik H hündürlüyünü biz tapa bilərik. Yazırıq S vurulsun H bərabərdir. Baxın, burada da almışıq neçə? 4S vurulsun H bölünsün 3. Buradan H-ı tapsaq, deməli H bərabərdir
S-lər X-lar gedəcək. Burada alacaqsı deməli 3H bölünsün. Nə alırıq? 3H bölünsün 4. Baxın, kran açılandan sonra baxın H-ın qiymətini tapdıq. Tapdığımız bu qiyməti gətirib burada yerinə yazırıq. Burada yerinə yazanda biz nə alırıq? Deməli S mötərizə içərisində H-ın yerinə, yəni kiçik H-ın yerinə baxın bu kəsrin surətinə 3H bölünsün 4 yazırıq. Məxrəcdə də 3 var. Buradan 3'lər X-lar gedir və nəticədə nə qalır? Kran açılandan sonra qazın həcmi, yəni V qaz 2 yazar. Kran açılandan sonra qazın həcmi S vurulsun. Burada almışıq H çıxılsın. 4'də 1 H. Deməli H-dan 4'də 1 H-ı çıxsaq, onda V qazın həcmi bərabərdir 4'də 3 nə alırıq? S vurulsun H. Yəni bu 1 H-dır. 1 tamdan 4'də 1 çıxanda nə yazacaq? 4'də 3. Deməli beləliklə biz kran açılandan sonraki qazın həcmini tapdıq. Burada isə, baxın, burada da kran açılmazdan əvvəl qazın həcmi var idi. Əvvəldə də qeyd etmişdim ki, bizdən əsas təzyiqin necə dəyişdiyi soruşulur. Təzyiqin necə dəyişdiyini tapmaq üçün biz əvvəlcə qazın həcmlərini müəyyənləşdirməliyik. İndi həcmi müəyyənləşdirdikdən sonra onu gətirib düsturda yerinə yazırıq. Bir də buraya yazırıq. P1 vurulsun. Qazın əvvəlki həcmi S vurulsun H idi. Kran açılandan sonra qazın həcmini nə tapdıq burada? 4'də 3 S vur H. Gətirib onu burada yerinə yazırıq. 4'də 3 S vurulsun H. Buradan S vurulsun H-lar gedəcək və buradan kran açıldıktan sonraki qazın təzyiqini tapırıq. Onda P2 bərabərdir. Alırıq 3'də 4 P1'ə. Deməli biz nə tapdıq? Kran açıldıktan sonra qazın təzyiqi artdı. Yəni P2 bərabərdir. Oldu 3'də 4 P1'ə. Bugünlük bu qədər. Sağ olun, növbəti videolarda görüşərək. Kanala abunə olub paylaşmağı unutmayaq. Sağ olun.